arzu edirəm. Aydındır. Mən düşünmürəm o qurum ləğv olunsa ədəbiyyatda, Azərbaycan ədəbiyyatında böyük bir inqilab olacaq. Məncə olacaq. Məncə olacaq. Yəni mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında inkişafın bir qarşısını kəsən məsələdə bu indi belə zahirən görünmür. Həm də Azərbaycan Yazıçılar Birliyidir. Çünki ədəbiyyat adına görülən bütün işlər Azərbaycan Yazıçılar Birliyində təmsil olunan adamların adına olur. Yəni məsələn bütün xarici ölkələrə bunlar gedirlər. Bütün yaxşı tədbirlərdə bunlar var. Bütün yəni az-çox çatacaq pulları bunlar alır. Ortada da heç nə yoxdur. Bəs necə olur bu? Bəs ora ədəbiyyatı inkişaf elətdirəcəksə, ildə də dövlət nə qədər pul ayırır ora? 200 min, 300 min də indi konkret büdcə rəqəmləri bilmirəm. Yəni onsuz da dəyişən məsələlərdir. Hanı bəs bu proseslər? Hanı əgər doğrudan da ki, ora inkişaf verirsə, onsuz inkişaf olmayacaqsa, hazırda ora var və inkişaf yoxdur. Bəlkə olmasa olacaq. Yəni bəlkə bu belə bir yolla sınayaq. Bəlkə elə oraya hansısa bir yerdə bir QHT kimi qalsa, bir getsin 5 adam, 10 adam çörək pulunu qazansın, kimlər ki orada gözü var. Onlarla məsələn gedib ədəbiyyatı qaldırsınlar. Bilirsiniz, o tək məsələ deyil də. Bunun kökəsində məncə dayanır Sovetlərə. O vaxt bu bizim klassik yazıçılarımız var, xalq yazıçılarımız bu gün də eyni şeylər deyirlər ki, məsələn biz tənqid eləyəndə ki, mən öz adıma danışıram. Sovet yazıçılarının böyük əksəriyyətini bəyənmirəm, qəbul eləmirəm, tənqid eləyirəm və mənim özümə görə səbəblərim var. Məsələn, bir dəfə yazı yazmışdım ki, Anargilin nəslində 60-cı illər ədəbiyyat nəsli olanda həmin vaxtda Türkiyədə Cəməl Süreyya, Qazaxıstanda Oja Süleymanov, Rusiyada Soljenitsin, yəni müxtəlif adlar saymaq olar. Onların qabağına mən Anar Elçin Kamalla çıxacağam. Bunlarla çıxmalıyam, Çingizlə çıxmalıyam. Və nə oldu ki, onlar da Sovetdə idi, bunlar da Sovetdə idi. Pəncərə Moskvadaydı, ədəbiyyatın pəncərəsi. Necə oldu ki, müstəqillikdən sonra bunlar unuduldu, getdi, oldu məhəlli ədəbi bir belə xırda bir yazıçı. Yəni öz Azərbaycan səviyyəsində belə əslində olmadı. Yəni indi adam var deyir ki, Azərbaycan səviyyəsində yazıçıdır, mən heç onu da qəbul eləmirəm. Və necə oldu ki, digərləri böyüdü? Demək ki, yəni böyük yazıçılıq, böyük məsələlər qurumla, sədrlə, bir yerin 40 il sədr olmaqla